bir alimə təqlid etmək vacibdir. Vacib deyil. Amma bacarırsansa eləmə. Yəni tema budur. Yox, bacarmırsansa, onda biz səndən qabaq, yəni bu işləri, hökmləri artıq təhqiqat aparıb ortaya çıxarmış bir adamın dediyinə riayət eləməkdir də bu. Yəni məsələn, xəstəsən, hər hansı bir ciddi xəstəliyin var, bacarırsan, getmə həkimə. Özün həkimsənsə, özünü müalicə edə biləcəksənsə, elə. Sənə mütləq həkimə getməlisən deyən yoxdur. Amma məsələ budur ki, özün həkim deyilsənsə, sən bu işi bacarmayacaqsansa, onda əlbəttə ki, yəni sağalmaq istəyirsənsə, bir həkimə müraciət etməyin vacib olur da artıq. Əgər sağalmaq istəyirsənsə, bu məsələ də bu cürdür. Vacib deyil, yox. Təqlid vacib deyil. Bacarsan, özün riayət elə hökmlərə. Amma yox, bilmirsənsə ki, bilmirik, bizdən qabaq bu ömrünü bu işə qoyan, yəni bu işə xərcləyən adamlar var ki, onlar bu işləri, yəni fiqh elmini araşdırıb, hökmləri qoyublar ortalığa. Biz də fiqh məsələlərdə, şəriət məsələlərində o adamın dediklərinə riayət edirik. Bir növ mütəxəssisdir də, yəni hər bir işin mütəxəssisi olduğu kimi, şəriət elmlərinin də mütəxəssisi bu adamdır. Buna görə biz bunun dediklərinə riayət edirik. Belə dediyim kimi, yəni bacarırsan eləmə. Yox, bacarmırsansa onda, yəni bilmək istəyiriksə, məsələn namazda şəkk elədim, nə edəcəm? Gedib məcburam ki, bunun məndən qabaq araşdırıb bu məsələni ortaya qoyan və kitabını yazan adamın, yəni həmin o mütəxəssisin kitabına müraciət edeyim, hansısa o alimin. Yəni bundan başqa əlacım yoxdur.